Hər vaxtınız xeyir olsun. Avtoidman verilişinin izləyiciləri və avtomobil həvəskarları. Bugün mən Aqil Cəbiyev, Ford Klub servisinin əməkdaşı olaraq sizlərə avtomobildə maraqlı bir ehtiyat hissəsindən danışmaq istəyirəm. Hal-hazırda həmən o ehtiyat hissəsini sizə göstərəcəm. Bu ehtiyat hissəsinin adı sürücülər və ustalar arasında bublik kimi adlandırılır. Gidronasos, gidrotransformator, xarici ədəbiyyatlar tork kimi adlandırılan bir ehtiyat hissəsidir. Və bu bublik kimi adlandırılan ehtiyat hissəsi nə zaman sıradan çıxır, hansı hallarda siz hiss edirsiniz ki, bu sıradan çıxır və nələrə diqqət yetirmək lazımdır ki, vaxtında bu sıradan çıxmasın. Çünki bu elə bir ehtiyat hissəsidir ki, bu sıradan çıxanda bu xırda məbləğə başa gələn bir ehtiyat hissəsi deyil. Yəni, bunun sıradan çıxarkən sürətlər qutusu yerə düşülməlidir və sürətlər qutusunun içində də təmir işləri görülməlidir və həmin o bublikin özü də təmir olunmalıdır. Ona görə böyük bir məbləğə başa gəlməmək üçün, vaxtında qarşısını almaq üçün nələr diqqət etmək lazımdır? Bu verilişdə sizə qısa olaraq onlardan bəhs edəcəyik. Bundan əvvəlki verilişlərimizdə də biz sizə sürətlər qutusunun yağını, filtrini necə dəyişmək lazımdır, dəyişərkən nələrə diqqət yetirmək lazımdır, bunlar haqqında geniş məlumatlar vermişik. Bugün isə istədik ki, sizə həmin o bublikdən ayrıca olaraq veriliş çəkək və ayrıca olaraq maarifləndirici məlumat verək. Ona görə də mən qərara aldım ki, həmin bu bublik kimi adlandırılan hissəni hissələrə ayırım, yəni içini kəsdik və hissələrə ayırdıq. Nəyə görə hissələrə ayırdıq? Çünki vizual olaraq həmin bu bublik siz görünüşsə kənardan baxanda içərisində olan gedən prosesləri və içərisində olan mexanizmləri görmək olmur. Ona görə də sürətlər qutusunda iş görəndə əgər ustamız şübhələnirsə ki, bublikinin içərisində müəyyən problemlər var, onu müəyyən eləmək üçün müəyyən tokarlar var ki, hansı ki bu işlə məşğuldur, həmin o bublikin təmirinə məşğuldurlar və onların öz xüsusi aparatları var ki, həmin o bublikini təmir edə bilirlər. Biz onların yanına ilk olaraq yoxlanışa göndəririk. Yoxlanışa gedərkən gördüyünüz kimi hal-hazırda qarşımda necədirsə, bublik belə hissəyə kəsilir. Və kəsilir, hissələrə bölünür və içərisinə nəzər yetirilir ki, bu bublikin içərisində hansı proses baş verib, nə olub ki, bu dağılıb və təmirə yarayırmı, təmirə yarayırsa da nələrini təmir eləmək lazımdır. Hal-hazırdakı qarşımdakı da bublik də sıradan çıxmış bir bublikdir. Ona görə biz bunu kəsdirdik və sizlərə təqdim eləmək üçün hal-hazırda qarşımda da göstərəcəm sizə. İlk olaraq deyim sizə, bublik nədir və hansı funksiyanı yerinə yetirir? Bublik mühərrikin gücünü sürətlər qutusuna ötürən bir mexanizmdir. Yəni, mühərrikin dövrlər sayını sürətlər qutusuna ötürür və nəticədə avtomobil hərəkətə gəlir. Yəni, bu kiçik bir ehtiyat hissəsi kimi görünür.